Rusiyanın milli valutası rubl isə son aylarda sürətlə dəyər qazanaraq dünya bazarlarının diqqət mərkəzinə düşüb. Yalnız bu ilin əvvəlindən bəri rubl dollar qarşısında 38% bahalaşıb və dünyanın ən çox güclənən valutası kimi qeydə alınıb. Rusiyalı ekspertlərin fikrincə bu təsadüfi proses deyil. Bunun həm siyasi, həm də iqtisadi səbəbləri var. Mövzu ilə bağlı Rusiya üzrə xüsusi müxbirimiz Zakir Musayevin reportajı var. Gəlin izləyək. 2025-ci ilin ilk 4 ayında Rusiya rubli qeyri-adi dərəcədə möhkəmlənib. Amerika dolları qarşısında məzənnə 103 rubldən 81 rublə qədər enib. Analitiklər bu bahalaşmanın ilk növbədə Birləşmiş Ştatlar Rusiya münasibətlərindəki yumşalmadan qaynaqlandığını bildirirlər. Donald Trumpın yenidən prezident seçilməsi, həmçinin Rusiya ilə sülh danışıqlarının gündəmə gəlməsi investorlara psixoloji inam verib. Yüksək geosiyasi volatillik onu göstərir ki, dollar hamının qaçdığı əsas ehtiyat valyuta olmaqdan çıxıb. Böyük ehtimalla gələcəkdə də rubl möhkəmlənməyə davam edəcək, çünki hazırda valyutaların mövsümü satışa aparılır. Bundan başqa, ABŞ prezidenti Donald Trumpın Rusiya xüsusi diqqəti rublun daha da möhkəmlənməsinə kömək edəcək. Yalnız biz başa düşməliyik ki, bu vəziyyətdə ixrac əməliyyatlarımız yerli istehsalçılarımıza necə kömək edə bilər. Yüksək əsas məzənnə ilə, hətta valyuta bazarında qələbə, rublun möhkəmlənməsi son dərəcə minimal və əhəmiyyətsiz olacaqdır. Ona görə də iqtisadi məsələlərin həllində mərkəzi bankla kompleks siyasət aparmaq lazımdır və rublu qızıl və gümüş gəlirlərinə bağlamadan gücləndirməliyik. Rusiya Mərkəzi Bankı isə rublun sabitliyini qorumaq üçün sərt siyasət yürüdür. Faiz dərəcəsi 21 olaraq saxlanılıb, lakin inflyasiya hələ də 2 rəqəmli 10,3% səviyyəsindədir. Dünyada davam edən ticarət gərginlikləri fonunda Rusiyanın illik iqtisadi artım proqnozu isə 2,5%-dan 1,8%-ə endirilib. Bu siyasi məsələdir. Düşünürəm ki, biz Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 23-dən yuxarı görməyəcəyik. Çünki bu vəziyyətdə iqtisadiyyat sadəcə olaraq tənəzzülə gedəcək və hər şey dona bilər. Əgər biz bugün haqqında danışdığımız milli ideologiyanı həyata keçirsək, bəlkə bu əmanətlərin 50 trilyonu, müxtəlif mənbələrə görə 55 trilyonu iqtisadiyyatda səmərəli tətbiq oluna bilər. Əgər bu baş verərsə, əlbəttə ki, burada əsas faiz, yəni uçot dərəcəsi getdikcə daha kiçik rol oynayacaq və insanlar rublə getdikcə daha çox sərmayə qoyacaq ki, bu da iqtisadiyyatın səfərbər olması deməkdir. Bütün hallarda ekspertlər hesab edirlər ki, növbəti aylarda baş verəcək iqtisadi və geosiyasi hadisələr rublun taleyini müəyyən edəcək. Rublun bahalaşması Rusiya üçün həm fürsət, həm də risk deməkdir. İqtisadi sabitliklə yanaşı büdcə gərginliyi və enerji gəlirlərində azalma yeni iqtisadi qərarları zəruri edir. Güclü rublun mənfi təsirləri də var. Dollarla hesablanan neft və qaz ixracı rublun bahalaşması ilə büdcəyə daha az gəlir gətirir. Nəticədə Rusiya hökuməti bu il üçün büdcə kəsiri proqnozunu 1,7%-ədək artırıb. Zakir Musayev, Mişik Valayev, Azərbaycan televiziyasının Rusiya bürosu, Moskva.